dedi ki, Zahir Baxşaliyevin programları bağlandı. Ümumiyyətlə o efirdə görünməyəcək. Amma artıq yeni verilişə, yeni layihəyə başlayıb. Sonra məlum oldu ki, layihə yeni deyil. Bir neçə dəfə yayımlanıb. Sadəcə olaraq çəkilişləri saxladığı üçün görünmürdü. Artıq o verilişlərin çəkilişlərinə başlayıb. Aparıcı Zahir Baxşaliyev yenidən efirdə olacaq. Sual qoyulmayıb. Konkret olaraq efirdə olacaq. Təbii ki, istinad edirəm mətbuat.az-a. O, Günayla, həyat yoldaşı ilə yanaşı Zahirlə Günaydan verilişini təqdim edəcək. Məlumata görə proqramın çəkilişləri artıq başlayıb. Verilişin qonaqları əməkdar artistlər Elnarə Abdullayeva və Eza Seycan olub. Bundan əvvəl yayımlar olub, yayımlayıblar Günayla, Zahirlə Günaydan verilişi. Amma verilişin köhnə çəkilişləri yayımlanıb. Bəli, təbii ki, bizimlə sən verilişi bağlandı. Mənim üçün maraqlıdır. Zahir Baxşaliyev. 3 ildir, 4 ildir gətirib o studiyada əyləşdirirdin. Belə şoular yaradırdın. Biri var idi gözəl. Canlı açıb nələr danışırdı efirdə. Ki, Zahir mənə belə etdi. Dedi ki, uşaqlarımı götür gəl. Məktəblə özüm danışacağam. Uşaqlar təbii ki, fasilə verib də dərsə getməyiblər. Nə bilim, digər buna sözlər verib də, yəqin ki, evi təmir etdirəcəm, pul verəcəm. Mən o gözəlin səsini eşitdim, özü insanlar ora qoşulmuşdu. Nələr danışırdılar, mən şoka düşdüm. Ümumiyyətlə, bilirsiniz necədir? Təbii ki, bunu Zahir Baxşaliyev izləyir, aktivdir. Biz demirik ki, siz çörək qazanmayın. Biz demirik ki, sizin balalarınız məktəbdə oxumasın. Elə 100 min, 200 minlik məktəbdə belə oxusun. Biz heç nə demirik. Biz demirik ki, siz niyə çörəyinizin, ağ çörəyin üstünə bal çəkib yeyirsiniz, qara kürü, qırmızı kürü çəkib yeyirsiniz. Biz bunları demirik ki, desək də biz olsa, siz bizə cavabları elə verirsiniz ki, biz susmalı oluruq. Özünüzü haqlı çıxardırsınız. Bunları başa düşdük. Amma siz bəzi şəxsləri illərdir gətirib otuzdurmusunuz verilişdə və bütün günü onları gündəmdə saxlayırsınız. Bilmək olmur niyə. Bir qadını gətirmişsiniz, məlum olur ki, oteldə onunla bir yerdə qalan kişi ondan xoş gəlib. Bu kişilə o kişini vuruşdurursunuz, bu kişilə o kişini vuruşdurursunuz. Sonra qadın başqa bir kişiyə bir mesaj yazır. Yəni, bilirsiniz nə var? Biz istəmirik ölkəmizdə fahişələr olsun. Biz istəyirik ki, hamı tərbiyəli olsun, ağıllı olsun, əxlaqlı olsun. Əgər mən hansısa bir akademiklə bağlı, professorla bağlı bir TV-yə müraciət edirəm ki, onun problemi var, kömək edin və onlar deyir ki, o verilişə gəlsə, veriliş ölü veriliş olacaq, verilişin reytinqi olmayacaq və mən onlara xəbər göndərdim ki, xahiş edirəm, çalışın ki, Azərbaycanda fahişəlik olmasın. Fahişəliyi məhz bəzi aparıcılar, cinsi azlıq olan, gey olan aparıcılar təbliğ edirdi və bu şəraiti yaradırdı. Şükürlər olsun, hər şey yaxşıdır.